bu ixtisasda oxumaq istəyən abituriyentlərə və bu ixtisasda hal-hazırda oxuyan tələbələrə sənin tövsiyələrin nə olardı? Nə məsləhət vermək istəyərdin? Abituriyentlərə məsləhətlərim ondan ibarət olardı ki, məsələn, hüquq üzrə qəbul olmaq istəyən abituriyent kifayət qədər çoxdur. Bu məqsədi özlərinə artıq vaxtında qoysunlar ki, ona uyğun olaraq hazırlaşsınlar. Məsələn, mən 10-cu sinifdə artıq plan şəklində qoymuşdum ki, hüquqa qəbul olacağam və özlərini limitləməsinlər. Məsələn, keçən il baxırlar ki, bal 550 idi tutaq ki, və deyirlər ki, 550 toplayın, bəsimdir deyirlər. Amma elə işləyir ki, siz o balı toplaya bilmirsiniz. Yəni, özünüzə qoyduğunuz limitdən hər zaman daha az topluyorsunuz. Ona görə məncə özünüzə limit qoymayın. Maksimum 700-dürsə siz 700 baldan toplamağı düşünün. Və təbii ki, balların qalxmağını da heç kəs bilmir. Ballar çox qalxa bilər. Məsələn, dediyim, mən qəbul olanda 550 idi keçid balı, indi 600-dən yuxarı oldu. Yəni, bunun hamısının səbəbi də tələbələr arasında rəqabətdir ki, onlar nə qədər çox yığdıqca artıq ballarını da onlar tələbələr, abituriyentlər daha doğrusu ballar təyin edirlər. Abituriyentlər çox yığdıqca ballar da o abituriyentlərə uyğun olaraq qalxır və enir, belə deyək də. Mən qəbul olduğum ildə universitetdə tərcümə ixtisasına qəbul olmuşdum. Bal 600-dən aşağı idi, səhv etmirəmsə. Mən artıq qəbul olduğum il 604-ə qalxdı həmin bal. Yəni 600-dən aşağı bal 600-ü keçmək oldu və heç kim bunu gözləmirdi açığı. Yəni bunu gözləmirdilər. Ona görə də deyirdilər ki, okey, biz tərcüməyə qəbul olacaq 500 balla. Amma ballar birdən birə qalxa bilir və çox pis olur. Tələbələr, daha doğrusu abituriyentlər həyatın sonuymuş kimi davranırlar. Öz nə edəcəyik biz? Amma mən tövsiyə edərdim ki, buradan abituriyentlərə əgər çox pis, yəni heç istəmədiyiniz bir ixtisas deyilsə, təhsil almaqları daha vacibdir. Daha sonra yenidən hazırlaşıb yenidən təhsil ala bilərlər. Yəni seçimləri öz seçimidir, amma universitetə pis balla qəbul olmaq, ümumiyyətlə universitetə qəbul olmamaq da dünyanın sonu deyil. Normal bir haldır. Uzun ömür var. Hər şey üçün vaxtımız da var. Tamamilə asılıdır. Bəli, əlbəttə. Əlavə etmək istədiyin nəsə varsa? Bəli, bir də demək istəyərdim ki, çoxluca test işləsinlər abituriyentlər, bir də sınaqlara getsinlər. Sınaqlara bəzi abituriyentlər, məsələn, mənlə bir hazırlaşanlardan müşahidə edirdim ki, nəyə görə getmirdilər? Onlar sınağa bir çətinlik kimi baxırdılar, yəni pis bir şey, negativ bir şey kimi baxırdılar ki, sınağa gedərəm, birdən balım aşağı çıxar, pis olaram, ailəm məni danlayar. Lakin sınaqdakı bal sizi qorxutmamalıdır və hətta sınaqdakı bal deyərdim ki, çox da önəmi yoxdur. Əsas tez-tez getmək lazımdır ki, o mühitə uyğunlaşasınız, vaxtla işləyə biləsiniz. Məsələn, mən gedəndə müxtəlif texnikalar yoxluyordum ki, məsələn, birinci bir fənni yazım, sonra köçürdüm, yoxsa hamısını yazım, sonra birdən kollaşdırım. Yəni, vaxt çatacaqmı? Onları əsas işləyirdim sınaqlarda və baldakı, yəni, o qədər də önəmli deyil. Mən sınaqlarda, məsələn, topladığım balı imtahandan toplamadım. Yəni, daha yüksək topladım imtahanı. Mən də deyil idim. Mən 650-ni keçməmişdim, məsələn, sınaq vaxtı, amma qəbulda elə oldu ki, gəldim 650 bal keçdim. Yəni, sınaq əsasdır, düzdür. Demirəm ki, mən 500, 300 məsələn yığıb 600 sonradan keçirəm, amma yenə yaxın ballar olur və imtahan vaxtı sən artıq daha rahat olursan ki, bilirsən proses necədir, vaxtın nə qədərdir, sualları necə bölüşdürəcəksən, sən dediyin kimi kodlaşdırmanı nə vaxt eləyəcəksən və ona görə rahat olursan və imtahanı daha rahat olsun. Həqiqətən də sınaqlar vacibdir abituriyentlər üçün. Bəli, və son olaraq da demək istəyirəm ki, özlərinə güvənsinlər, inansınlar. Bir arzuları varsa, onu reallaşdırsınlar. Yəni, çətindir deyə artıq indidən qırağa qoymasınlar. Çünki onların vaxtı limitlidir. Yəni, cəmi 2 il hazırlaşırlar da çox adam. Çalışın ki, arzunuza çatmaq üçün əlinizdən gələn edin. Çatsaz əladır, çatmasaz da narahat olmasınlar. Dediyiniz kimi, bu dünyanın sonu deyil. Və bütün abituriyentlərə buradan uğurlar arzulayıram ki, inşallah hər kəs istədiyi ixtisasa, istədiyi ali təhsil müəssisəsinə qəbul olar.